Dekabrın 14-ü OTK sınaq imtahanına salınmış. Belə bir sual izahına baxaq. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Burada deyir çevrə çəkmək lazımdır. AB diametrini qeyd edirik və diametrli 30 dərəcəli bucağı əmələ gətirən AC vətəri çəkilməlidir. Deməli bu bucaq baxın 30 dərəcə olacaq. Burada diametrə söykənən bucağı gəlin yaradaq özümüz. Diametrə söykənən bucaq hər zaman 90 dərəcədir. Vətərin uzunluğu 18 kökdə 3'dür. 18 kökdə 3 və buradan belə bir qayda ortaya çıxır. Baxın bura 30'dursa bu bucaq 60 dərəcə olacaq, düzdür? Çünki düz bucaqlı 3 bucağın daxili bucaqlarının cəmi ümumi 180 olmalıdır və ya digər tərəfdən iti bucaqların cəmi 90 dərəcə olmalıdır. Yəni 90-dan 30'a çıxırıq 60. Burada x yazaq ümumi. Deməli belə bir qayda var. 60 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun kökdə 3/2 hissəsidir. Yəni hipotenuzun kökdə 3/2 hissəsi 18 kökdə 3'ə bərabər olmalıdır. Kökdə 3'lər gedir hər tərəfdən. X-i tapanda da 18'i 2'yə vururuq 36. Diametrimiz 36-dırsa bizdən radiusu soruşurlar. Biz bilirik ki radius diametrin yarısıdır. Yəni 36'nın yarısı olur. Düzgün cavab 18.